Gedirsiniz həkimə, dizimizə iğnə vurursunuz, qiyməti 750 manat. Ona görə də dostlar, 10 gün effekt verir, daha sonra heç bir təsiri olmur. Bax, bunun üçün sizə bir dənə sir açacağım. Bax, gördüyünüz glukozamin, xandraitin, sulfat. Glukozamin, xandraitin, sulfat nə üçündür? Diz arasında iğnəsiz, dərmansız, mayeni bərpa etmək üçün. Bax, görürsünüz bax bunlar dostlar. Səhər və axşam yemək arası 2 dənə istifadə edirsən, nə divardan tutacaqsan, nə əsa götürəsən əlvə, rahat, tam məhdudlaşmış hərəkətini bərpa eləyəsən. Sadəcə olaraq səbr edib bunu 30 gün, 35 gün içmək lazımdır. Bu sirrin bir tərəfidir. Keçirik növbəti məsələyə. Baxın dostlar, sizə iyonlaşmış biokalsi mən sizə təqdim edirəm. Bu iyonlaşmış biokalsi elə belə kalsi deyil. Bu Azərbaycanda istehsal olunan və yaxud apteklərdə satılan dediyiniz bu kalsi deyil. Bunlar iyon şəklindədir. Bu bilavasitə qana və sümüyə hopulur. Bax, gördüyünüz əlində göstərirəm. Darçın dadı verir. Çox möhtəşəm bir dadı var bunun. Bu nə üçündür? Sırf dizlərdə olan və beldə yırtığı olan insanlar, hansı ki çatışmayan maddələr var, magnezyumdur, selendir, bordur, B1 və 12-yə qədər bütün maddələr hamısı bunun içində var. Hər kəsə tövsiyə olunur ki, bu məhsuldan istifadə etsinlər. Amma bunların ikisini bir də kompleks şəkildə siz həyata keçirsəniz, çox